22 iyul Milli Mətbuat Günü münasibətilə Bakı 2026 Dünya İdman Paytaxtı layihəsi çərçivəsində media nümayəndələri arasında Baku Media Open stolüstü tenis turniri təşkil olunub. Gənclər və İdman Nazirliyi, Azərbaycan Stolüstü Tenis Federasiyası və Sportsmen İdman jurnalının birgə təşkilatçılığı ilə Şua İdman Sağlamlıq Mərkəzində keçirilən turnirdə Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan və Gürcüstandan olan media nümayəndələri də iştirak ediblər. Tədbirin açılışında Gənclər və İdman Nazirliyinin İctimaiyyət Əlaqələr Şöbəsinin müdiri Qabil Mehdiyev və Azərbaycan Stolüstü Tenis Federasiyasının vitse-prezidenti Elmar İslam çıxış edərək iştirakçıları Milli Mətbuat Günü münasibətilə təbrik ediblər. Qadınlar arasında keçirilən yarışda Qazaxıstanı təmsil edən Qırmızı Jandosova qalib olub. Məhluqə Nəsirova ikinci, Sayala Bayramova və Gülzar İbrahimova isə üçüncü yeri tutublar. Kişilər arasında Bəhruz Səmədov turnirin qalibi olub. Əli Mikailov ikinci, İman Məcidov və Gürcüstan təmsilçisi Laşa Ramazaşvili isə üçüncü yerlə kifayətləniblər.